Sayfalarla bol məkanda sənətkarların seçdiyi xanəndələr. Elgiz Əliyev, Gülzar Fərəcova, Sənə çox qəribə gələr bu nəğməm. Ülviyə Sədaqət, Neyləyirəm sən olmayandan sonra. Ramik Bayramov və yazıcı Mirhicab Abdullayev qonaqdır. Ey mənim qəlbimdə böyüyən qadın, sən mənim gözümdə mələk kimisin. Əməkdar artist Ehtiram Hüseynov da könüldən sevgilərlə deyib evinizə mehman olacaq. Çox sağ olun, təşəkkür edirik. Asif Natiqoğlu'nun rəhbərliyi ilə bu gözəl ansambl bugün qonağımızdır. Hər vaxtınız xeyir olsun. Könüldən sevgilərlə verilişinin daimi tamaşaçıları bu gözəl məkanda, bu gözəl qonaqlarımızla yenidən sizin evlərinizdə qonağıq. Nə xoş bizə ki, bu həftə yenidən eyni saatda, eyni məkanda sizə könüldən sevgilərlə demək nəsibimiz oldu. Xoş gördük hamınızı və mən zaman itirmək istəmirəm. Qonaqlarımızı istəyirəm sizə təqdim edim. Bizim bugün verilişimizdə ilk dəfə qonaq olan, təbii ki, sevə-sevə dəvət etdiyimiz Mirhicab Abdullayev yazıcı. Birazdan kitablarınız haqqında da danışacağıq. Tamaşaçılarımız sizi daha yaxından tanıyacaqlar. Tanıyanlar tanıyır. Təbii ki, kitabınız haqqında da məlumat verəcəksiniz. Və onun yanında isə əzizim gözəl xanəndə muğam müsabiqəsindən hamımızın gözəl tanıdığı birinci muğam müsabiqəsi təbii ki, Ülviyə Sədaqət. Ülviyə xanımın yanında isə Ramik Bayramov muğam müsabiqəsindən tanıdığımız 2013-cü ilin üçüncüsü idi. İndi birazdan özü danışar o haqda. Və əzizim mənim gözəl pedaqoq, gözəl insan, təbii ki, o da muğam müsabiqəsinin 2015 idi o da. Hə, deyirəm görüm düzümü xatırlayıram. Və mənə xətri çox əziz olan mənim dostum, ailə dostum, sənəti gözəl, insanlığı gözəl olan Elgiz Əliyev və onun yanında isə yenə də mənim əzizim. Deyəcəklər ki, dostların yığıb başına. Vallahi, mən sizə də orada bugün o qədər xətri əziz insanlar bura toplaşıblar ki, Gülzar xanım Fərəcova bizim opera səhnəmizdə gözəl obrazları, Leylini, Əslini, Şahsənəmi gözəl şəkildə tamaşaçılarımıza təqdim edən Gülzar Fərəcova. Var olasınız, xoş gəlmişsiniz. Hər birinizi sevə-sevə dəvət edirəm. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsində özün təsdiqlənmiş, özün sübut etmiş insanlar bugün buradadırlarsa, deməli gözəl musiqilər olacaq siz tamaşaçılarımız üçün. Amma burada yazıçımız tək olduğuna görə mən istəyirəm yazıçımızdan başlayım. Tamaşaçılarımızı salamlayın, ürək sözlərinizi bizə deyin. Çünki bizim verilişimizdə ilk dəfə də siz qonaqsınız. Xoşdur bizə sizi tanımaq. Hər birinizi salamlayıram. Hər birinizə çox sağ ol deyirəm. Verilişə çağırdığınız üçün də hamınıza təşəkkür edirəm. Qonaqlarımızı salamlayıram. Minnətdaram. Var olasınız. Ülviyə xanım, xoş gəlmisiniz. Siz də neçə ildir tanıyıram, amma qismət bugünəymiş. Keçən dəfə də alınmadı. Nətərsə, gah texniki problem oldu, gah Ülviyə xanımda olmadı. 2 ildir bizim veriliş gedir, nəsə 2 ildir belə dağa daşa düşürdük. Can, nə xoş mənə ki, mənə əziz, doğma sənət dostlarımla birgə dəvət etmişsiniz verilişinizə. Verilişiniz də uzun ömürlü olsun, hər zaman baxımlı olsun, necə ki baxımlıdır. Salamlayıram bizi izləyən tamaşaçılarımızda. İnşallah ki, xoş bir efir olacaq. Canlı ifalarımızdan daha gözəl olacaq. Bəli, bəli, mütləq. Ramik bəy, siz də xoş gəlmişsiniz. Necəsiniz? Çox sağ olun, təşəkkür edirəm. Sizlər yaxşı olun, Allah razı olsun. Təşəkkür edirəm dəvətiniz üçün sizə və Sona xanıma minnətdarlığımı bildirirəm və doğrudan da mən də dostlarımın, həmkarlarımın fikirlərinə qoşularaq bildirirəm ki, çox şadam və mənə əziz olan, doğma olan insanların əhatəsindəyəm bugün və ümid edirəm və əminəm ki, çox yaxşı da bir veriliş olacaq. Mütləq şəkildə. Elgiz bəy, siz ki bilirsiniz üzümü necə dərirlər. Bunlar birinci dəfədir. Salamlayıram, hər vaxtınız xeyir olsun. Mənim əziz dostum Könül xanım. Siz və Sona xanım başda olmaqla bütün heyətinizi salamlayıram. Bütün bizi izləyən dəyərli tamaşaçılarımızı salamlayıram. Dəyərli musiqiçilərimizi salamlayıram. Mənim əziz həmkarlarım, dəyərli yazıcı qardaşımızı salamlayıram. Hər kəsə uğurlar arzulayıram. İnşallah gözəl olar hər şey. Amin. Gülzar xanım, necəsiz?
Yaxşıyam, Könül xanım. Sizi görüb necə ola bilərəm? Sizin verilişin adı gələndə o qədər gözəl, o qədər belə ruhuma yaxındır ki, bu veriliş. Özümü çox xoşbəxt hiss eləyirəm ki, eləcə də mən də dəyərli dostlarımın ətrafındayam. Hər birinizi salamlayıram və əminəm ki, bu verilişi çox kalitəli tamaşaçılar izləyir. Ona görə də sizin o kalitəli tamaşaçılarınızı salamlayıram ki, bugün bizə baxırlar. İnşallah hər şey gözəl olacaq. Çox sağ olun, təşəkkür edirəm. Nə xoş bizə doğrudan da bizə həm sosial şəbəkədə yazdıqlarınızdan, həm mənim şəxsi telefonuma, həm bizim redaktorumuz Sona xanıma, həm bizim layihə rəhbərimiz Sərxan müəllimə, ümumiyyətlə bizim rəhbərlik də bizə deyəndə ki, veriliş haqqında gözəl fikirlər səslənir. O qədər xoşbəxt oluruq. Bu tamaşaçının bizə olan təmənnasız sevgisidir. Təşəkkür edirəm təmənnasız sevginizə görə. Biz də sizi təmənnasız sevirik. Biz də sizin üçün təmənnasız çalışırıq ki, musiqi zövqünüzü hər zaman gözəl musiqilərə kökləyək. Dəyərli tamaşaçılarımız, bugün bizim bir sürpriz qonağımız gələcək. Bayaqdan mənə deyirlər ki, kimdir o? Onu bir Sona xanım bilir, bir mən bilirəm. Gələndə tamaşaçılarımız da görəcək. Dəyərli sənətkarımız gələcək. Bugün bizim verilişimizdə qonaq olacaq. Birazdan inşallah görəcəksiniz. Amma istəyirəm ki, indi belə ki, gözəl insanlar bura toplaşıb. Canlı musiqi dinləyək, canlı ifalar, Asif Natiqoğlu'nun rəhbərliyi ilə bu gözəl ansamblın müşayiəti ilə təbii ki. İstəyirəm mən onları təqdim edim. Asif bəy salamlayırıq və onun yanında hər zaman öyrəşdiyimiz sazda Ceyhun Kəlbəcərli, sintezatorda Teymur Saatlı, nağarada isə Asif Sabirabadlı. Xoş gəlmisiniz. Asif bəylə istəyirəm biraz söhbət edim, salamlaşım. Xoş gəlmisiniz. Çox sağ olun. Mən də salamlayıram bütün dostlarımızı, tamaşaçılarımızı, bizi sevənləri. Gözəl Könül xanım, təşəkkür edirəm ki, bizi yenə də dəvət eləmisiniz. Gözəl müğənnilərimiz var olsun, Allah səslərini var eləsin. Biz də yəni canlı musiqi, şükür Allah, qrup buradadır. Yəni nə istəsələr onun öhdəsindən gələn musiqiçilər hamısı var olun. Asif bəy İmişli torpağındandır, bildiyimiz kimi və bilmək istəyirəm, oranın o tərəflərə gedəndə biraz endirimli gedirsiniz toylara, yoxsa elə Bakı bilmədi? Yox, fərq qoyursunuz? Fərq qoyuruq da, çünki torpağımızdır da, ora regionumuzdur. Allah var eləsin. Təki toylar olsun hər yerdə. Bizdə həm endirimli, həm də gəzək dolana. Hər zaman xoş günlərdə olaq. Bəli, çox sağ olun, təşəkkür edirik. Hər zaman gözəl toylarda, gözəl günlərdə, belə gözəl verilişlərdə görüşək. Çox sağ olun. Uzun ömürlü olsun verilişinizdə. Çox sağ olun, təşəkkür edirik. Vaxtınız olduqca da siz də gəlirsiniz. Və gözəl canlı ifaçılarımızın, musiqiçilərimizin təqdimatında dinləyirik. Əməkdar artist Ehtiram Hüseynov da könüldən sevgilərlə deyib evinizə mehman olacaq. Yoxsa ey gün yenə göz ardı hal eyləmsən, Qançanın ay bağrını qal, bülbülü lal eyləmsən. Qamətin salan yerlərə göz sürtər üzün, onu sərgeçdə zülfü xətxal eyləmsə. Səni ilk gördüyüm o gündən bəri eşqindən mən bihuş olan adamam. Getdiyin yolları işıqlandıran, gecədə gündüzdə yanan bir şamam.
Sən bir asimansan, sən bir dünyasan. Sən nəfəs kimisən, ürək kimisən. Ey mənim qəlbimdə böyüyən qadın, sən mənim gözümdə mələk kimisən. Vaxtında uzadıb kömək əlini vermədin mənimlə əl-ələ dünya. Vaxtında uzadıb kömək əlini vermədin mənimlə əl-ələ dünya. Nəyimə gərəkdir vaxtı keçəndən göydən qızıl yağdır ləl-ələm dünya, dünya. Yolsuz yaxuşlarda yardım dizləri, ahımla qurutdum göy dənizləri. Qaldı kürəyimdə kəndir izləri, dərdi dərd üstündən şələlə dünya. Aşılmaz dağlar mən necə aşım, aşılmaz dağlar mən necə aşım. Zəlim xan fikirdən saçılıb qaşım. O sənin daşındır, bu mənim başım. Nə qədər istəsən gəl ələ dünyaya, dünyaya. Hərləndi, fırlandı, başıma düşdü. Yaman ağrıdı daşı bəxtimin ax. Dərdi qəm əlindən elə qocalıb, özündən də çoxdur yaşı bəxtimin. Gözünü açanda yaş çağladı, əlini yara canım, ey aman ey. Əlini qolunu fələk bağladı, düşmən də halına baxıb ağladı. Nə bəlalar çəkdi başı bəxtimin, ay amanım, ay canım, ey, 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 aman ey. Qisməti baxıb güldülər, necə tor qurulur ona bildilər, ona bildilər. Bəxtinə yar, düşəni belə böldülər. Doğru başqasının
boşu bəxtimin, dolu başqasının boşu bəxtimin. Dərd qəm geçəndə mənə gülmüşəm, dözmüşəm bəlaya sinə gəlmişəm. Mən yazıq, mən fəqir elə bilmişəm. Yəqin dərddən gəlir, yəqin dərddən gəlir. Xoşu bəxtimin ayıman, xoşu bəxtimin, bəxtimin ay. Səni bu dünyada bir mən, bir də ki, necə sevdiyimi yaradan bilir. Sən elə şeirsən, elə misrasan, sözlər ürəyimdən süzülüb gəlir. Sən əsl məhəbbət, əsl sevgisən, ən gözəl nəğməsən dilimdə mənim. Ürəyim kədərdən, qəmdən uzaq, mənə həyat verib gəlişin səni. Sən necə istəksən, necə niyyətsən, sirli bir aləmsən, sonsuz ümmansan. Mən hər gün yanına qaçan, tələsən, sevgi ilə gəldiyim tək bir ünvansan. Aşıqəm əmrini ver, aşıq dadana gülüm. Yanına yaman yanına gəlib əqlinlə ya divana gülüm. Sevirəm ay aman, ay canım, ay canım, ay canım, ay. Sevirəm qəlbinə canım kimi cananımı. Ölər ay 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 aman. Ölərəm ya yetərəm sən kimi canana gülüm. Sensizəm, səndən uzaq kimsəni düşsün demərəm. Sensizəm, ay 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 ay. Sensizəm, səndən uzaq kimsəni düşsün demərəm. Yetməyirəm sənə, yetməyirəm sənə, yoxsa bir də hicrana gülüyüm. Ay aman, aman aman aman, ay aman, aman aman, aman ayda dayacağım anay. Ana ceylan ne gezirsen dağ dolana dolana, ne çekirsen yüreğime yağ dolana dolana. Ana ceylan ne gezirsen dağ dolana dolana, ne takmışsan yüreğimde yağ dolana dolana, dağ dolana dolana,
saçan yazma Al gece serin küler göçüme Gök yanımız etin saçan yazma Ancak ben heyretlere gərq Ancaq mən heyretlere gərq Ne çəməndir, ne çiçəkdir Ne çəməndir, ne çiçəkdir Sən, sən, sən Sen, sen, sen Ay gülüm sen, sen, sen Yar sen, sen Sen ne isteyirdin, neler ettin Korkma kül olmaktan, yanma habbetin Sen ne isteyirdin, neler ettin Korkma kül olmaktan, yanma habbetin Gör beni başıma neler getirdin Gör beni başıma neler getirdin Sıkma yüreğimi, yüreği cehennem Ah sen oradasan, sen sıkılarsan Ay ilk məhəbbətim, son məhəbbətim Gəl ilk məhəbbətim, son məhəbbətim Ay ilk məhəbbətim, son məhəbbətim Gəl ilk məhəbbətim, son məhəbbətim Ay ilk məhəbbətim, son məhəbbətim Gəl ilk məhəbbətim, son məhəbbətim Və istəyirəm Ülviyə xanımla söhbət edim. Həcəm. Canım Bibəla Ülviyə xanım, necəsiz? Nə var, nə yox? Var olasınız. Elhamdülillah bu günümüzə çox şükür olsun inşallah ki. Əla. Sizdə nə yenilik var, nə var, nə yox? Ümumiyyətlə mən sizi əslində verilişlərdə görüşürük, amma ki belə lap belə sıx yaxından görə bilmirəm. Ona görə yaradıcılığınız haqqında biraz kənaram. Yaradıcılığınızdan danışaq. Maşallah olsun, yeniliklərimiz çoxdur. Şükürlər olsun ki, məni bir müddət özünüz də fikir verdiniz ki, yəni trio şəklində uzaqlaşmışdım. Tək sola məlum məsələdir ki, zövqlərdən bağlıdır. Amma ki, şükürlər olsun ki, mən yeri gəlmişkən salamlamaq istərdim elə öz komandamı. Elvin Fəttayev, Elşən Qərbova salamlamaq istəyirəm. Dostlarımız o qədər böyük dəstək oldular ki, biz yeni proyektlər üzərində çalışırıq. Artıq 2 proyektimiz artıq işıq üzü görüb. Yəqin ki, eşitmişsiniz Bulaq üstə. Mahnımız bizim ilk proyektimiz oldu. Mən buna görə Respublikamızın xalq artisti Aygün xanım Bayramovaya, dəyərli sənətkarımıza təşəkkür edirəm ki, onu mənə icazə vermişdi ifa etməyə. Təbii ki, söz musiqisinə görə də Fəraməz Gəmrudiyə təşəkkür edirəm ki, çox sevildi. Elə bu bizim İran İslam Respublikamızda da çox sevildi o mahnımız. Fəraməz bəy mən də salamlayıram. Bəli, Mən Fəraməz Gəmrudidən Bizə Gəl Yar mahnısını ifa etmişəm. Dəyərli sənətkarımız, xalq artisti Səkinə xanımın repertuarından və təbii ki, Aygün Bayramovanı da buradan salamlayıram. Bəli, salamlayırıq. Yəni proyektlərimiz çoxdur, yeniliklərimiz çoxdur. İnşallah ki, irəliləyən verilişlərimizdə təbii ki, telekanalın rəhbərliyinə də təşəkkür edirik ki, biz işlər gördükcə yeniliklərimizi təqdim etməyə şərait yaradırlar. Minnətdarıq. Və gördüyünüz o işlərdən bir nümunə istəyəcək ki, bugün ifa edəsiniz. Papırımız səslənəcək. Mən Papırının aranjmanına görə də İsmail Əlizadəyə təşəkkür edirəm ki, gözəl bir iş ortalığa çıxartmışıq. Buyurun, dinləyək. Təşəkkür edirik.
Əməkdar artist Ehtiram Hüseynov da könüldən sevgilərlə deyib, evinizə mehman olacaq. İstəyirəm Ramiq bəylə davam edim. İlk dəfədir bizim verilişdə qonaqsınız. Siz bilirəm ki, pedaqoji fəaliyyətlə məşğulsuz, sənətlə məşğulsuz. Mən humanitar kollecdə müəllim kimi fəaliyyət göstərirəm və yaxşı tələbələrimiz var. Eyni zamanda bir neçə tələbələrim də muğam müsabiqəsində 6-lığa qədər gəliblər. Yaxşı nümunəvi ifaçılardan biri olub. İndi bu gün də hal-hazırda Milli Konservatoriyada Təyyar müəllimin bizim gözəl sənətkarımız Təyyar Bayramovun tələbələridir. Yeni mahnılarımız var, papirlərimiz var və ilk olaraq sizin də verilişinizdə bugün ilk dəfə bizim böyük sənətkarımız Allah rəhmət eləsin Məhəbbət müəllimi Məhəbbət Kazımovun repertuarından İndən belə o gözlərə baxmaram yeni aranjmanda ilk dəfə sizin verilişinizdə inşallah ifa edəcəm, bəli. Siz Humanitar Kollecin adını çəkdiniz. Humanitar Kollecdə Nərmin xanım Qaralovanı mən salamlayıram. Sizin gözəl rəhbəriniz. Mən o xətrini çox istəyirəm. Hər zaman o da sənətə, sənətkara dəyər verən insandır. Həqiqətən Könül xanım, sizin sözünüzün qüvvəti. Nərmin xanım bütün gənclərə, gəncliyə dəstək olan bir xanımdır, bir rəhbərdir. Elə efir vasitəsilə də salamlayıram. İnşallah qismət olsa növbəti verilişlərdə bir neçə tələbələrimizlə də bura dəvət alarıq və yaxşı tələbələrimizi gətirərik buradan bizi izləyən xalqımıza, tamaşaçılarımıza, sizi sevənlər, verilişinizi sevən tamaşaçılarımıza nümayiş etdirərik. Mən əbəs yerə Nərmin xanımın adını çəkmədim. Çünki istər Beynəlxalq Muğam Mərkəzində, istər digər mən qurumlarda görürəm ki, müəllim heyəti ilə, şagirdlərlə, tələbələrlə görürəm ki, gedib tədbirlərdə şəxsən özünün rəhbərliyi ilə gedir, iştirak eləyir, zaman ayırır, məşqlər eləyirlər. Maşallah olsun Nərmin xanım belə gözəl idarəçiliyinizə görə və hər zaman musiqiyə, peşəkarlara dəyər verən insan və sizin də kollektivin... Çox qoçaq, çox aktiv insandır. Həqiqətən bu yaxınlarda da doğum günüdür. Elə doğum günündə təbrik edir Nərmin xanımın və bir daha hər birinizə təşəkkür edirəm. Siz sağ olun. O zaman sizdən O Gözlərə Baxmaram adlı ifanı dinləyək.
sizlə davam edək. Masada sizin kitablarınızı görürük. Zəhmət olmasa onun birini də mən istəyəcəm, özüm üçün baxmaq istəyirəm, həm də mümkünsə aparmaq istəyirəm. Bəli. Olarmı? Bəli, buyurun. Xahiş istəyirəm bir sözlə. Bəli. Əks qütblərin dostluğu. Öncəliklə bunu Bəli, göstərim, bəli. tamaşaçılarımız yaxından görsünlər. Və bu kitab haqqında danışaq. Adından da göründüyü kimi iki əks oğlanın, yəni dostluğuna əsaslanır. Əsas baş rol qəhrəmanları iki oğlandır. Bunların biri demək olar ki, əsər barədə tam məlumat vermirəm, çox oxuyanda görsünlər də daha gözəl olsun. Demək olar ki, tam fərqli yolda həyatına davam eləyir. Açdım, Bəhruz Atabəy gördüm. Atabərk. Bəli, Atabərk baş rol qəhrəmanlarından birinin adı Atabərkdir. Aha. Adı da yəni onu ailəsi, atası, anası qoyur Atabərk adın. O adla da bağlı uşaqlığından bəzi ona zarafatlar olunur. Ata dəmir, ata möhkəm, belə-belə sinifdə ona şeylər olunur. Yəni bu da bir növ cəmiyyətə bir şeydir ki, uşağa ad da qoyulanda, yəni düzgün ad qoymaq lazımdır. Sonra adın dəyişir Atabərk, növbəti universitetdə oxuyanda adın dəyişir və məncə çox möhtəşəm bir ssenaridir. Çox iddialıyam ki, yəni çox 2 cild yazmaq da ki, 3 ilə yazmışam. Birinci cild, ikinci cild. Yəni eyni mövzuda davam edir. Davam eləyir və ən əsası, yəni mən bu əsəri yazarkən əsas diqqət çəkəcəyim köhnə deyəndə qədim, biraz əvvəlki əsərlərdə yeni gənc nəsil təsvirlərdən yorulur. Əsərdə olan, misal üçün, bir otağın içində olan təsvirlər bəzən oxucunu yorur, deyir, mən istəmirəm də, mən konkret olaraq məqsəd deyirəm, fikrini deyirəm, nə istəyirsən. Bu əsərdə hadisələr çox sürətli şəkildə cəryan edir. Çox sürətli. Əsərin içinə girdikdən sonra bir 30-40, bəlkə də başqa bir yazıcı bu əsərdən 4 cild çıxardardı. Bu 2 cild olmazdı, 4 cild olardı. Amma mən maksimum bunu sıxaraq gətirib 2 cildin içinə yerləşdirmişəm. Yəni iki insanın dostluğundan bəhs edir. Bəli, onunla belə tənqidlərin də bir hissəsi odur ki, misal üçün, niyə 2 cild, elə bir dənə kitab olaydı, elə bir dənə bəhs edirdi də, yəni 1 cild. Çünki indiki informasiya çox rahat əldə olunurdu. Yəni əvvəlki zamanlarda televizorda sonradan çıxdı, hamı kitab oxuyur, kitab şkafında. İndi hamı hər yerdən informasiya əldə edirdi. Yəni kitab oxumağa insanların biraz çox elə səbri çatmır. Bəli. Təsvirdən yorulur, deyir, bəs mən konkret deyirəm ki, bu əsərdə çox sürətli, yəni hadisələr cəryan edir. Qətiyyən təsvirlər demək olar ki, yoxdur. Bu əsərin sizcə müəllif olaraq kulminasiya nöqtəsini harda görürsünüz? Ki, yəni kulminasiya nöqtəsi valla sonunda, yəni deyə bilərəm ki, sonunda Mirayaz, elə bir Atabərklə Mirayaz danışırlar. Danışanda o əsər bununla başlayır ki, bu deyir ki, dostluğumuzdan ibarət bir əsər yazım. Atabərk də yoluna belə mənfi bir şeydə davam edir. Yəni əsərin əsas, burada çox sahələr var. Negativ hallardan bəhs olunur ki, insanları maarifləndirməkdən ötürü, bəzi dələduzluq əməkləri olunur ki, onlarla insanları maarifləndirmək, sevgi var, fəlsəfə var, din ateizm mövzusu var. Yəni çox bir qarışıq da, bir deyərdim ki, bir 5-6 dənə, 7 dənə mövzu var. Kulminasiya nöqtəsindəki Mirayaz əsərin təqdimatını aparır, amma Atabərk yoxdur. Atabərk tutulub. Yenə də o elə ən sondadır demək. İkinci cildin axırındadır ki, orada da qeyd olunur ki, sonunda elə burada qeyd olunur ki, bəli, çox təəssüflər olsun ki, əsərimizin əsas qəhrəmanlarından biri olan Atabərk öz həyatından bəhs edən romanı böyük həvəslə dəmir barmaqlıqlar arasında oxumalı olur. Bəs sizi nə vadar etdi bu əsəri yazmağa? Kim vadar etdi, nə vadar etdi? Əsəri yazmağa məni vadar edən təxminən 7-8 il bundan əvvəl mən günlərin bir günü bəzi insanların müəyyən oyunlar oynadığını gördüm. Yəni dələduzluq əməli etdiyini gördüm. Mən gördüm ki, çox mükəmməl şəkildə bunu oynayırlar, bu oyunu. Çox, yəni strategiya ilə, bəlkə də yəni çox adam bu oyunun qurbanı olmuşdur. Baxdım və biraz da araşdırdıqca, içərinə girdikcə gördüm həqiqətən də insanların etibarından sui-istifadə olunması. 1-ci, 2-ci, 3-cü bölmə. 1-ci cilddədir. 4, 5, 6. 6 dənə bölmədir.
5-ci bölmədə, 2-ci cildin 5-ci bölməsində bəhs olunur həmin dələduzluqdan. Bunu yazmaq haqqında 3 il bundan əvvəl başladım. Başlayanda da təsadüfən yanımda bir dənə personajı tapmalıyam. Bir dənə dostum var idi ki, o dostumu götürdüm, dedim bu personajla başlayım. Bu personajı yaratmağa başladım, maketi hazırlamağa başladım. Hazırlaya bir dənə də yanına tutaq ki, hər hansısa bir özümü tutaq ki, Mirayaz obrazında bir anlıq özümü canlandırdım, özümü qoydum. Sonra əks kütüblər, belə bir yəni adam var, amma o demək deyil də 100% həqiqətən hamısı ona aiddir. İstərsəniz yazıcı orada şişirdilir, aşağı, yuxarı, ədəbiyyatdır da bu. Belə başladım və yazdım. Çox danışmayayım da. Qoy əsər barədə oxuyanlar daha maraqlı olsunlar. Burada bir dənə də bir xırda bir söz görürəm. Ayıbsız dost axtaran dostsuz qalar. Çox cəlb elədi bu fikir məni. Atabərk obrazı çünki biraz mənfi obraz kimi gedir əsərdə. Mənfi obraz kimi gedir. Mirayaz obrazı müsbət obraz gedir. Ona görə də yəni ayıbsız dost axtaran dostsuz qalar. Yəni eyibsiz insan axtarmayaq da. Hər kəsin bir eybi var. Hər kəsin bir çatışmamazlığı var. Gərək insanları bizdə olduğu kimi qəbul edək. Bu məqamda deyirəm ki, bəlkə Gülzar xanımdan və Ramik bəydən bir duet dinləyək. Biraz əhvalımızı gözəl notlara kökləyək. Sonra isə söhbətlərimizi davam edək. Nəyə də baxdı, nəyə itibar
ki, bu məqamda Elgiz bəylə danışım. Bilirəm ki, yenicə səfərdən gəlmisiniz. Yenicə də biraz var, amma ki, o səfərin təəssüratları şəxsən mənə maraqlıdır. Təşəkkür edirəm bir daha əzizim Könül xanım. Bəli, biz Zəfər günü ilə bağlı Qarsda, İğdırda, iki şəhərdə, Türkiyənin iki şəhərində biz konsert verdik və maraqlı olan tərəf o idi ki, mən həmçinin tələbələrimi də aparmışdım. Ay maşallah. Yəni sizin verilişinizdə olan o balaca fidan balalarımızı və mənim tərəf müqabilim buradan salamlayıram gözəl xanəndəmiz Nisbət xanım, tarda Məsim İslamov, kamanda Fərrux Həşimli və nağarada da Siyavuş Kərimovla birgə komanda şəklində orada çıxışımız oldu. Qarsda 1000-ə yaxın adam gəlmişdi konsertimizə. Gözəl. Bəli. 1 saat yarımlıq hardasa orada konsertimiz oldu. Çox gözəl, həqiqətən adam fərəhlənir. Yəni bizim musiqinin gücüdür bu. Sonra Qarsda onun səhərsi günü Sərhad TV-nin qonağı olduq. Bəli. Və 8 günü İğdırda konsertimiz oldu. İğdırda da çox gözəl, möhtəşəm konsert oldu. Yəni gözəl təəssüratla gəldik. Mən təbii ki, fürsətdən istifadə edib Qarsın baş konsolu Zamin Əliyev başda olmaqla onun bütün komandasına dərin təşəkkürümü bildirirəm. Var olsunlar. Həqiqətən o səmimiyyət, o mehribançılıq bizə o gücü verdi ki, biz orada gözəl bir konsert verə bildik. Ay, nə gözəl. Eşq olsun sizə ki, təşəkkürümü bildirirəm. Var olun. siz bir pedaqoq kimi öz tələbələrinizi də özünüzlə o səhnələrdə görürsünüz və İğdırda da, Qars şəhərində də Azərbaycan musiqilərini səsləndirirsiniz. Qoy elə hər zaman Azərbaycan musiqiləri dünya arenalarında səslənsin. Çünki Azərbaycan musiqisi və Azərbaycan xalqı gözəl olan hər şeyə layiqdir. Elgiz bəy, keçən dəfə bizim verilişdə bir musiqi ifa etdiniz. Mən də bizim bütün heyətdə çox sevdik və özünüz yazmışdınız. Çox gözəl musiqidir. Hələ də bizim Məlumatlar rəhmət eləsin. Baba mənim deyirdi, musiqisini özüm düz qoş eləmişəm. Ay, sağ ol. Özüm belə təbii ki, musiqisini özüm düzəltmişdim. Sözləri isə Emil Salihə aiddir. Aranjman isə buradan salamlayıram Sadiq xana aiddir. Getsən əgər. Bugün də bu mahnı olacaq? Yox, bugün hansı mahnı olacaq? bizim gözəl mahnımız nə olaydı? Aha. O mahnı Bəli. O zaman Elgiz Əliyevdən gözəl bir ifa dinləyək. Buyurun. Çirkin olsam da bana yanıma göçey olaydı. Hemiz üstümü yana, gülsün bile dayana. Hemiz üstümü yana, gülsün bile dayana. Oh bülbülüm oh bana belki yarım o yana. Oh bülbülüm oh bana belki yarım o yana. Noleydi yarım noleydi, kapkara bir çaneydi. Hamıya çirkin olsam da bana yarıma göçey olaydım. Hamıya çirkin olsam da bana yanıma göçey olaydı. Nigarandır könül çoxdandır, yarından xəbər yoxdur. Onun üçün qəlbi zarımda tərabətdən əsər yoxdur. Ederdim derdimi izhar, eğer olsaydı gamxarım.
üçün bir kəsim Hamıya çirkin olsam da bana yanıma göyçək olaydım. Çox sağ olun. Əməkdar artist Ehtiram Hüseynov da könüldən sevgilərlə deyib evinizə mehman olacaq. Və mənim bir dənə də sualım var, sizə ünvanlamaq istəyirəm. Siz bu əsəri yazanda başınıza nə kimi bir əhvalat gəlib? Əsəri yazanda birinci qələmlə yazmışam, yəni kompüterdə yazmamışam. 6 dənə 100 vərəqli dəftər, bir 3 il müddət, 2 il müddətində yazılıb, 1 ildə onu köçürdə, düzəldə bu şəkildə tamamlamışam. Harca 5-ci dəftəri yazırdım deyəsən, 100 vərəqli dəftəri doldurduğum. Çünki axırlarına qutaran vaxtı işdən çıxır, yay vaxtlarıdır, işdən çıxırdım, probkadan canımı qurtarmaq üçün. Tıxacdan, Novxanıya bağa gedəndə maşını çox vaxt saxlayıram elektriskiya olan həyətdə. Minirəm elektriskiya, düşürəm, təzədən maşına minirəm, onunla gəlirdim evə. Və işdən çıxıb evə gələndə yorğun olmuşam, yoxsa bilmirəm, dəftəri qalıb elektriskiyada. Yazıb qutarmışam, qalıb elektriskiyada. Mən də oturdum maşına, gəlmişəm evə də oturub çörəyimiz adımı yedim, gec bildim də dəftəri itirmişəm. Saat 9 idi, 10 idi, bildim dəftər yoxdur. Gecəni yatmamışam da səhərə kimi, özə 5-ci gün idi, sabah da 6-cı gündür. Gətirib 6 bazarda evdə yazmaqdan ötürü götürürəm, gəlirəm 6 bazar. Səhərə kimi yatmamışam, səhər saat 6-da elektriskiya birinci açılanda mən dayandım da orada, gördüm açıldı kişi, dedim dayı, mən başıma belə bir iş gəlib. O dəftər tapılmalıdır, nə istəyirsən verim, amma o dəftər tapılmalıdır, ya mənim ürəyim partlayar da. Dedim, sakit ol, tələsmə, keç otur orada, nə olub, nədir, dedim, yox, yəni deyiləsi deyil də. Götürdü, danışdı Sumqayıtla, deyəsən o elektriskalarda fəaliyyəti qutaranda təmizliyə baxan xanımlar girir içəri, artıq şeylər gördülərsə, onları götürüb hamısını yığırlar bir yerə, qalır orada. Dedi, bir dənə bax ora, oradan da danışır, telefonla onunla danışır. Dedi, bir dənə deyir, 100 vərəqli dəftər də var. Üzü bu şəkildə, dedim, onda elə bir şey, dünya mənim oldu da. Çox şükür ki, yaxşı ki o dəftəri tapdınız. O dəftər ta elektriçkadan, oralardan gəlib bizim masamıza qədər çıxdı. Uğurlar arzu edirik sizə, hər zaman uğurlar sizinlə olsun. Çox sağ ol, təşəkkür edirəm. Gülzar xanım, hər zaman təbii ki, sevə-sevə dəvət etdiyimiz xanımdır. Keçən dəfə gələndə biz Leyli Məcnun operasından danışdıq. Amma sonra mən Əsli və Kərəmin afişasını gördüm və həmin afişada da mən öz dostumu gördüm. Çox sevindim. Uğurlarım bol olsun və ilk dəfə idi Əsli və Kərəmdə Əslini canlandırırdınız və bizim televiziyada da yayımlandı. Tamaşa günü verilişində və istəyərdim ki, bu haqda özünüz danışasınız. Çox sağ olun Köyün xanım bu məqamada toxunduğunuz üçün. Bəli, artıq Dahi Üzeyir Hacıbəylinin 3-cü operasında başrol alırdım və bu mənim üçün yaradıcılığımın ən zirvəsindən, necə deyim, ən gözəl, ən dəyərli günlərindən biri idi əlbəttə ki. İlk dəfə idi, 26 noyabr tarixində çıxış eləyirdim Akademik Opera və Balet Teatrının təşəbbüsü ilə opera studiyasında və çox ajotajla qarşılandı. Mən qətiyyən elə gözləmirdim. Çünki düzdür, Leyli və Məcnun çox baxılan, çox sevilən tamaşadır. Hər dəfə Leyli Məcnun səhnəyə qoyulanda çox tamaşaçı olur, kütlə həqiqətən çox olur. Amma Əsli Kərəmi elə gözləmirdim. Amma gözlədiyimdən də gözəl keçdi, çox şükür Allaha. Mən burada tərəf müqabilimi salamlamaq istəyirəm. Respublikamızın əməkdar artisti Elnur Zeynalovu idi. Həmçinin də əməkdar artistimiz İlkin Əhmədov da orada şah rolundaydı. Çox gözəl bir tamaşa keçdi. Mən efir vasitəsilə istəyirəm
bilirəm ki, Akademik Opera Balet Teatrının rəhbərliyi başda olmaqla bu tamaşada əziyyəti keçən böyükdən kiçiyə hər kəsə özlərim minnətdarlığımı bildirim. O qədər birlik oldu ki, bu tamaşada həqiqətən mən özümü orada yeni kimi hiss eləmirdim. Çünki hamının dəstəyini, hamının xoş təəssüratlarını mənimlə bölüşdüyünü görürdüm və sevinirdim. Mən istəyirəm buradan Hafiz müəllim Quliyev və həmçinin Elxan müəllim Mansurova, Sevil xanım Hacıyevaya da ayrı-ayrılıqda təşəkkürümü bildirim ki, onların zəhmətini dana bilmərəm. Uzun müddət gedən məşqlərdə mənə çox böyük dəstək oldular. Çox gözəl bir yol keçdi və maraqlı da tamaşa ərsəyə gəldi. Bundan başqa mən həmçinin də sizin televiziyaya dərin təşəkkürümü bildirirəm ki, Əsli Kərəmdə bizi tək qoymadılar. Onlar bütün tamaşanı lentə aldılar, yayımladılar, bizdən müsahibələr götürdülər. Sağ olsunlar ki, bax, dahi Üzeyir Hacıbəylinin tamaşalarını belə sevirlər, işıqlandırırlar. Siz də sağ olun ki, bu məqama toxundunuz. Var olasınız. Sağ olun, var olun. Çox sağ olun. Minnətdaram. Və təbii ki, bu layihədə bizim rejissorumuz İlkin İmanov, onun da çox əziyyəti oldu. Təşəkkür edirəm. Elə bizim Könüldən Sevgilərlə'nin rejissoru. Onu alqışlayaq, zəhmət olmasın. Burada da özü də mən də dərin təşəkkürümü bildirirəm. Sağ olsun. Əziyyət çəkmişlər, gəlmişdir. Mən televiziyanı belə gözləmirdim, amma televiziyanı görəndə çox sevindim, dedim. Bu mənim üçün ən böyük sürpriz oldu. Sağ olun, var olun, dəyərli Space telekanalı. İlkin İmanov bizim verilişimizin rejissoru və illərlədir mən onu, yəni nəsib qismət oldu ki, eyni verilişdə çalışdıq, amma verilişdən öncə bizim çox gözəl dostluğumuz olub, çox gözəl layihələrdən mən tanıyıram İlkin bəyi. Doğrudan da istedadlı rejissorumuzdur. Təşəkkür edirik və Güzər xanımdan gözəl bir ifa dinləyək. Hansı ifa? Kön xanım, indi ifa etmək istədiyim mahnını Sona xanım seçib, sağ olsun. Bu mahnı yeni bir mahnıdır mənim repertuarımda. Bizim çox sevilən xalq şairimiz Vahid Əzizin sözlərinə İranda çox məşhur, sevilən bəstələri sevilən sənətkarımız, bəstəkarımız var ki, hansı ki özünün orada konservatoriyası da var. Böyük sənətkardır, Mənsur Səssiz. Mənsur bəyə malikdir bu mahnının bəstəsi. İstəyirəm onu ifa eləyim, sizlər də dinləyəsiniz. Güzər xanım, siz Vahid Əzizin adını çəkdiniz. Bəli. Mən də onu buradan salamlayıram. Tez vaxtda verilişimizdə gözləyirəm. Onun 80 illik yubileyi oldu və dövlətimiz tərəfindən də layiqincə mükafatlandırıldı. Allah can sağlığı versin sizə. Amin, amin. Əzizimiz, yaxşı ki varsınız. Azərbaycan incəsənətində belə şairlərin, musiqiçilərin, canlı əfsanələrə bizim ehtiyacımız var. Allah sizə ömür versin. Dünya durduqca durasınız. Sizdən gözəl ifanı dinləyək. Sənə çox qəribə gələr bu nəğməm, məni ilk dəfədir tutqun görərsən. Hər vaxt baharımda dolaşmısan sən, hələ payızımda gəzinməmisən. Sən elə bilərsən çizginə qara, ən uca zirvələr bürünər ancaq. Sən elə bilərsən gedən qatara, hər vaxt gecikənlər yürər ancaq. Gah elə bilərsən günahkar mənəm, gah elə bilərsən günah səndədir. Hərdən hönkürərsən uçdu əlimdən, hərdən hışqırarsan yox mənimlədir. Gah elə bilərsən günahkar mənəm, gah elə bilərsən günah səndədir. Hərdən hönkürərsən uçdu əlimdən, hərdən hıçqırarsan yox mənimlədir. Bağrın oda düşər hicran əlindən, dənəbər yanar nar kimi. Bir də göylərinə qayıtmaram mən, bir yol yağıb keçən buludlar kimi. İndi suçlarını
şimşək olub zülməti yardım sənin pəncərənə. Yağan qarlı gün mən idim, qar olub sənə yağırdı. Gah elə bilərsən günahkar mənəm, gah elə bilərsən günah səndədir. Hərdən hönkürərsən uçdu əlimdən, hərdən hıçqırarsan yox mənimlədir. Gah elə bilərsən günahkar mənəm, gah elə bilərsən günah səndədir. Hərdən hönkürərsən uçdu əlimdən, hərdən hıçqırarsan yox mənimlədir. Gah elə bilərsən, gah elə bilərsən, hərdən hönkürərsən uçdu əlimdən, hərdən hıçqırarsan yox mənimlədir. Başına döndüğüm gül üzlü soğan, ömrümün ilk çağı yadıma düştü. Sənə qurban bu Süleyman deməyim, bəs nə deyim, nə deyim, nə deyim. Könlümü inama verdim, bir nəğmənin bəstəsi. Kükrəyəydim, qalxaydım, sinəmə çırpaydım. Nə olaydı sevgilim, bax beləcə qalaydım. Və dəyərli tamaşaçılarımız, verilişin əvvəlində də qeyd etdiyim kimi bugün bizim çox gözəl sürpriz bir qonağımız var. Dəyərli sənətkar, elinin obasının sevimli oğlu, Azərbaycan Respublikasının əməkdar artisti, gözəl pedaqoq Ehtiram Hüseynov. Buyursun. Buyursun Ehtiram müəllim, necəsiz? Xoş gördük sizi əzizim. Nə var, nə yox? Necəsiz? Yaxşı olasınız. Çox sağ olun. Öncəliklə tamaşaçılarımızı istəyirəm salamlayasınız. Tamaşaçılarımızı həmişə günləri xeyirli uğurlu olsun və əziz dostlarım salamlayıram sizi, Elgizi, Ramiqi, Gülzar xanımı, sizi, Ülviyə xanımı, bizim İzzət müəllimi, şairimizi. Çox xoş oldu. Sona xanım həmişə məni başa gələn kimi yaxalayırdı, onu da sözünü çıxa bilmirəm. Biz mənim əziz dostumdur. 15 ildir çox yaxın münasibətimiz var. Yəni bu efir aləmində 3-4 nəfər var ki, onların sözünü yerə salınırım, onda biri Sona xanımdır. Bəli. Və çalışdığımız qədər şəhərə gələndə onun istər televiziya veriliş, istər radio verilişinə qonaq olaq. Uğurlar arzu edirəm hər birinizə. Var olasınız və Laçının gözəl havasını gətirmişsiniz bizə. Qarabağın gözəl havasını gətirmişsiniz bizə. Gözəl gününüz olsun. İnşallah sizi yenidən gözləyirik. Biz sevə-sevə gəlmişdik, yenə də gələcəyik. Yenə də gəlin. Çünki orada bizim dəyərli sizin kimi sənət dostlarımız var. Dəyərli olasınız, çox sağ olun. Həmişə yolunuzu gözləyirik. Can, çox sağ olun. Gözümüzdə yeriniz var. Gəlin, çəkin. Bu şəhərdə burada çox çəkişlə eləmək olur, amma orada biraz yenidən qurma işləri maşallah, maşallah o qədər gözəldir ki. Daha çox maraqlıdır dinləyici, tamaşaçıya ki, görək orada nə verilişlər ola bilər, tədbirlər, oranı gəlin çəkin. Bizim tamaşaçılarımız görsün gözəllikləri. Mütləq, sevə-sevə gələcək. Buyurun, sizdən gözəl ifadə dinləyək.
Nergiz oldum yeryüzünde, Nergiz oldum, Nergiz oldum. Göğüzünde ulduz oldum yeryüzünde, Nergiz oldum yeryüzünde, Nergiz oldum, Nergiz oldum. Mezun oldum, esli oldum, benim oldum. Yarımı sevdamı gördüm Allah, gönlümü kalbimi verdim Allah. Yarımı sevdamı gördüm Allah, gönlümü kalbimi verdim Allah. Kalmadı bir daha derdim Allah Allah. Yarımı sevdamı gördüm Allah, gönlümü kalbimi verdim Allah. Yarımı sevdamı gördüm Allah, gönlümü kalbimi verdim Allah. Kalmadı bir daha derdim Allah Allah. Yarımı sevdamı gördüm Allah, gönlümü kalbimi verdim Allah. Yarımı sevdamı gördüm Allah, gönlümü kalbimi verdim Allah. Kalmadı bir daha derdim Allah Allah. Yarımı sevdamı gördüm Allah, gönlümü kalbimi gördüm Allah. Kalmadı bir daha derdim Allah. Çox sağ olun, var Çox sağ olun, olasınız. təşəkkür edirəm. Ehtiram mən bilirəm ki, tələsirsiniz. Bilirəm ki, bura konsertə gəlmisiniz. Bizi qırmadınız. Harda sənət var, sənət sağ olun. eşqiniz sizi gətirdi. Könüldən sevgilərlə çıxartdı. Biz mütləq yenidən görüşəcəyik. Amma ayaqüstü istəyirəm bir iki sualım var. Verməsəm, desəm öldürərlər, deməsəm Deməsəm ölürəm. ölürəm. Qoy elə deyim ölüm. Zəlim xan gəlmə rəhmət eləsin. Bəli. Bilirsiniz, Ehtiram müəllim, uzun illər burada yaşamısınız. Gözəl Bakımızda yaşamısınız. Burada oxumusunuz. Burada fəaliyyət böyümüşük, böyümüsünüz. Bəli. Və anidən qərar verdiniz ki, mən gedirəm öz torpaqlarıma. Mən gedirəm öz elimə, obama. İndi düzdür, ora vətəndir, bura da vətəndir. Amma ki, Ehtiram Hüseynov orada mı özünü rahat hiss eləyir, burada mı? Təbii ki, siz dediyiniz kimi biz Bakıda böyümüşük, buranın çörəyi ilə, suyu ilə böyümüşük. Yəni ehtiram olmuşam belə deyim. Bəli. Ancaq ora bizim üçün biraz daha bir köynək daha yaxındır. Doğulduğumuz torpaqlardır. Düzdür, mən Lasınlıyam, ancaq yəni Xankəndi dağın o üzü Lasında, bu üzü Xankəndi belə deyək. Yəni elə çox məsafə yoxdur. Bir də ki, ora biz gedib orada işləməliyik, kim getməlidir? Bəli. Eşitmişəm, demişsiniz ki, oranın havası daha gözəl mənə təsir edir. Əlbəttə, oranın havası hamıya təsir edir. Siz gəldisə pis təsir elədi. Gəldi səhərin axşam orada oldunuz. Necə hiss edəcəksiniz özünüz? Biz orada 2 gün qaldıq. Gecəsi çox soyuq idi, düzdür. Biz də öyrəşmişik də Bakının küləyinə. Ora çox soyuq idi. Külək yoxdur orada, havası gözəldir. Amma gözəldir. Nəmişlik yoxdur. Əsl sənət üçün Bəli. münbit şərait var orada. Deyir, gəl oxu, səsini işlət. Bəli. Elə bir hava Yəni var. tək oxumaq yox. Məsələn, tar kamançan da orada səsləməsi tamam başqa olur. Orada tələbələri yetişdirirsiniz. Bəli, gözəl tələbələrimiz var. Bu ildə istedadlı Kimlərin adını tələbələr. çəkə bilərsiniz? Elə hamısını adı çəkə bilərəm. İstedadlıdırlar yəni. Hətta Qarabağ Universitetindən bizim bir tələbəmiz Səma Sultanova gəldi muğam müsabiqəsində. O 20-liyə düşən uşaqlardan biri oldu. Təbii ki, bu da bizim üçün böyük uğurdur. Biz də buradan ad çəkməyə qalmış demişsən. O birilərini adı çəkmərəm, sonra küsərlər məndən. Səma Sultanova, Elnarə Abdullayeva, Nailə, Murad, Saqi, Nihat. Familiyaların demədim uzun olar. Qarabağ Universitetinin adını çəkdiniz. Mən buradan bütün Qarabağ Universitetinin heyətini salamlayıram. Oranı bütün müəllim kollektivin, bütün orada oxuyan tələbələri hamısı. Bəli, bu illərdə bizim universitetin İncəsənət Fakültəsinə daha çox müəllimlər gəliblər. Ayaz İmranov, Ələkbər Ələkbərov, Bəhruz Zeynal, Səbinə Ərəbli, Fərid Babayev, Elvin
Novruzov, kamança ifaçıları. Etirəm mənim çox istəyərdik ki, oturasınız bizlə. Elə Çox. gəldim, görüşüm elə Vallahi. böyük iş oldu. Bir canlı ifadan da oxuyardı. Ürəyimizdən gələn, könüldən sevgilərlə. Ürəyim gələn deyilsən, ürəyim gələn deyilsən, gözləyirəm yenə səni. Özgən olsan da, Tanrı çox görməsin mənə səni. Küsmərəm, gəldin, gəlmədin. Sen gettin, mən ki ölmədim. Heyif gətirə bilmədim sevgi adlı dinə səni. Divarına hörlüm kaş, yollarına sərlim kaş. Yüz yol ölüm dirilim kaş, sevim döne döne seni. Əzim nə bağışlar, dost dostlar nə bağışlar. Başım cəllad əlində nə kəsər, nə bağışlar. Ayə, can payız geldi, qonaqlar kimi soldu məhəbbətim, yarpaqlar kimi. Yenə payız geldi, qonaqlar kimi soldu məhəbbətim, yarpaqlar kimi. Ürək pıçıldayır, ürək pıçıldayır, o dağlar kimi. Kəsirsən külək, niyə ümidimi kəsirsən külək, niyə ümidimi kəsirsən külək, sən niyə səbrimi kəsirsən külək. Eşq olsun, var olasınız. Çox sağ olun, təşəkkür edirəm. Həmişə siz gələsiniz. Təşəkkür edirəm hər birinizə. Bugün təşrif buyurdunuz bizim verilişimizdə və tamaşaçılarımız da inanıram ki, bizim kimi xoş əhval-ruhiyyədədirlər. Çünki xoş, gözəl musiqiləri dinlədiniz, izlədiniz, xoş söhbətlərimizlə. İnanırıq ki, məmnun oldunuz. Sağ olun, salamat qalın deyirəm. Gələn həftə eyni saatda, eyni məkanda yenidən könüldən sevgilərlə deyəcəm sizə. Allahın nəsibi, qisməti olarsa. Sonda isə gözəl canlı musiqimizlə sizi baş-başa buraxıram. Sağ olun. Könlümə inan verdim, bir nəğmənin bəstəsi. Gözlərim səni gördü, oldum illər xəstəsi. Könlümə inan verdim, bir nəğmənin bəstəsi. Gözlərim səni görmür, oldum illər xəstəsi. Ay, qəmə könül bağladım, dərdimi çoxu bilmir. Sənsiz qalıb ağladım, gözlərim yuxu bilmir. Qəmə könül bağladım, dərdimi çoxu bilmir. Sensiz deyib ağladım, gözlərim yuxu bilmir. Mən səni sevən gündən, mən səni sevən gündən, mən səni sevən gündən, mən səni sevən gündən, mən səni sevən gündən.
sahildə dayan, kükrəyəydim, qalxaydım, sinəmə çırpaydım, sən bir dəniz olaydın. Mən sahildə dayan, kükrəyəydim, qalxaydım, sinəmə çırpaydım. Ne olaydı sevgilim, bak beləcə qalaydım, bak beləcə qalaydım. Üzülməni Tənhalıq, təkcə mənim olaydım, təkcə mənim olaydım. ne olaydı Sevgilim, bax beləcə qalaydım, bax beləcə qalaydım. üzülməni tənhalıq, təkcə mənim olaydın, təkcə mənim olaydın. Məhəbbətin kədər olub, gözlərimdə yaşa döndü. Məhəbbətin kədər olub, gözlərimdə yaşa döndü. Mən ağlayıb yalvardıqca, yarın qəlbi daşa döndü. Sinəmdə var, sinəmdə var eşqin qəmi. Sinəmdə var eşqin qəmi. Yaman olur hicran qəmi. Arzularım xəyal kimi bir qanadlı quşa döndü. Bir gözələ vuruldum, dedim ona dəymə, dəymə. Bir gözələ vuruldum, dedim ona dəymə, dəymə. Həsrətinlə qovruldu, yandı bağrım yara, dəymə. Həsrətinlə qovruldu, yandı bağrım yara, dəymə. Değme değme değme, dedim ona değme değme. Dəymə, dəymə, a dəymə, dedim ona dəymə, dəymə. Həsrətinlə qovruldu, yandı bağrım yara, dəymə. Həsrətinlə qovruldu, yandı bağrım yara,
bəs nə deyim, nə deyim, nə deyim, bəs nə deyim, nə deyim, nə deyim. Hüsnünü dərdinə dərman deməyim, hüsnünü dərdinə dərman deməyim, bəs nə deyim, nə deyim, nə deyim, bəs nə deyim, nə deyim, nə deyim. Yox mənim başqa gözəllərdə gözüm, sənin hicranına mən necə dözüm. Sənə qurban bu Süleyman deməyim, bəs nə deyim, nə deyim, nə deyim. Yox mənim başqa gözəllərdə gözüm, sənin hicranına mən necə dözüm. Sənə qurban bu Süleyman deməyim, bəs nə deyim, nə deyim, nə deyim, ay gülüm, bəs nə deyim, nə deyim, nə deyim. Başına döndüyüm gül üzlü soğan, ömrümün ilk çağı yadıma düştü. Başına döndüyüm gül üzlü soğan, ömrümün ilk çağı yadıma düştü. Şairlər vətəni bizim